Biz Inform Haber TV olarak Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatları sizlərə çatdırırıq. Novruz və müqəddəs Ramazan bayramları xalqımızın milli mənəvi dəyərlərinin, adət-ənənələrinin simvoluna çevrilir və hər il ölkəmizdə dostluq, birlik, bərabərlik şəraitində qeyd olunur. Bu əlamətdar günlərin xoş əhval-ruhiyyədə keçməsi, arzu olunmaz hadisələrin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün təhlükəsizlik tədbirləri həyata keçirilir. Bayram şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması, vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədi ilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Siz də öz məsuliyyətli davranışınızla bizə dəstək ola, hamılıqla qaydalara əməl etməklə bayram sevincini daha da möhkəmləndirə bilərsiniz. İctimai yerlərdə nizam-intizamla davranmaq, insanların sıx toplaşdığı məkanlarda ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb ola biləcək addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək əsas xahiş və tövsiyəmizdir. Bir daha hər birinizi səmimi qəlbdən təbrik edir, hər evə, hər ocağa bayram ovqatı, bol sevinç, ruzi bərəkət və firavanlıq arzulayırıq. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın. Bayramlarınız mübarək.